Salam əziz şagirdlər, bugün sizinlə 9-a bölünmənin əlamətinin isbatına baxacağıq. Bilirsiniz ki, hər hansı bir ədədin 9-a bölünməsi üçün həmin ədədin rəqəmlərinin 9-a tam bölünməsi lazımdır. Yəni ki, ABC 3 rəqəmli ədədini qeyd edəsək, A üstəgəl B üstəgəl C rəqəmlərinin cəminin 9-a tam bölünməsi lazımdır. Bunun isbatı üçün nə edirik? Natural ədədlərdən keçdiyimiz kimi A vurulsun 100, üstəgəl B vurulsun 10, üstəgəl C şəklində mərtəbə vahidləri şəklində göstərilir. Bundan sonra bərabərdir. Hər birindən dediyimdə, yəni A-dan və B-dən, hər birindən bir ədəd A vur 99 üstəgəl A, üstəgəl B vur 9, üstəgəl B şəklində ayıracam. Niyə görə? Çünki bu toplananlar 9-a tam bölünəcək. Hətta bunu 9 vurulsun A vurulsun 11 üstəgəl B, üstəgəl A, üstəgəl B, üstəgəl C yazsam, bunları tək-tək topladım. Bu hissənin biz 9-a bölündüyünü bilirik. Hətta 9 vuruğu var burada. Onu qeyd etdik. Deməli, bu ədədin tam 9-a bölünməsi üçün A, B, C cəminin də 9-a bölünməsi lazımdır. Və bu da A, B, C isə başda qeyd etdiyimiz ədədin rəqəmləridir. İzlədiyiniz üçün təşəkkür edirəm.